Hər vaxtınız xeyir dostlar. Deməli, qəbul proqramına uyğun olaraq qəbulda ən çox Python bölməsi düşür deyənə qərar gəldim ki, bu dim sınaqlar toplusunun bütün Python hissəsini öz performansında izah edeyim sizlər üçün. Yəni, cürbəcür variantlarda həlli qaydalarını. Bunlar adi-sadə suallardır. Yerini qoyub adicə hesablayırıq. Qələmimizi götürək buradan. Deməli, baxın, A4-dür, B-də 5. C olur bizə 9-dur. A üstə gəl B. Düzdürmü? Burada A vur C nə qədər eləyir? A vurulsun C bizdə eləyir 36. Üstə gəlinsin. A-nın C bölünməsindən alınan qalıq da 4-ün özünü qaytarır. Əslində 4-ün özünü qaytarmır. Yəni, anlayış olaraq belədir. 40, onun da qaytarılmasının səbəbi var. Sonra 5-dən də C-ni çıxanda mənfi bizdə B nə qədərdir? 40. 40-dan da 9 çıxanda B bizdə artıq 5 qalmadı da 40 oldu çünki burada. 40-dan 9 çıxanda eləyir 31. Sonra da bunların cəmini tapır. Düzdürmü? Deməli, A da bizdə artıq 4 qalmadı 31 oldu. Bunların cəmi də eləyir 80. Yəni 9 üstəgəl 40 üstəgəl 31 80 eləyir. Belə. Bu adi bir sadə sualdır. İkinci. İxtiyari en natural ədədi üçün Python dilində tərtib olunmuş proqram nəyi çıxışa verir? Bu kimi misalları həll etmək üçün mütləq şəkildə rəqəmləri fərqli ədəd verib yoxlamaq lazım. Məsəl üçün 124. Burada nə qədər olur? S4 olur qalıq. Bu da 12, düzdürmü? 12 fərqlidirmi? Bəli. 12-nin ona bölünməsindən alınan qalıq 2-dir. 2 kiçikdirmi 4-dən? Bəli. Avtomatik olaraq siz başa düşməlisiniz ki, burada artıq kiçikdir və şərti ödəyir. S-ə həmən qiymət mənimsədilir. 2. Artıq S4 qalmadı. Yəni, bir dəfə dövrə eləyən kimi avtomatik başa düşməlisiniz ki, bu klaviaturla daxil edilmiş ədədin ən kiçik qiymətini, ən kiçik elementini qaytarır. Ən kiçik ədədini belə deyək, rəqəmini daha doğrusu. Burada da ən kiçiyi 1-dir. Bəs bunu necə başqa cür yazmaq olar? Bekar yazılışla olmur axı. Bunu yazmaq üçün, ən kiçik elementi tapmaq üçün öz performansımda izah edirəm bunlar sizə. Print, input, daha doğrusu minimum funksiyasına istifadə edə bilərsiniz. Bunun bir sətirlik həlli. Çalışdırırıq. Daxil edək misal üçün 124 belə, ən kiçiyi 1. Yəqin ki, aydın oldu. Keçirik növbəti. Burada çaşmamaq üçün mütləq yazmaq lazımdır. A, bizdə elə bil ki, bir dənə A dəyişəndir. Bunu belə nəzərə alın, bu da B dəyişəndir. Tutaq ki, bu da bizdə C dəyişəndir. A bərabər də olur C-yə. A, C bərabər olanda C-nin qiyməti nədir? D-lər, düzdürmü? A bizdə oldu D-lər belə. Bu dəyərlərini olduğu kimi saxlayıram. Bu dəyişənlərin adlarını qısa yazdım özüm üçün. A artıq bu B-lər qalmadı. C də olur B. C də olursa B, onda C D-lər qalmadı. Burada da olur C, C-lər. Düzdür? Belə. Sonra C-ni çap elədik. Çap elədik C-ləri. Sonra A-nı çap elədik. D-ləri çap elədik. B-ni də çap elədik. B-də C-lər olaraq qalır. Cavab B variantı. Yəqin ki, aydın oldu. Keçirin növbəti. Dördüncü bizdə nədir? Elə yerində hesablayaq. Biz bilirik ki, square root funksiyasına istifadə etmək üçün SQRT. Yəni, belə də demək olar, square root oxunur bu. Bu, kvadrat kökdən kök alır bizə. Yəni, 1-in kökü bizdə nə qədərdir? 1.0-ın özünü qaytarır. Square root bizə, yəni, float qaytarır. 5 üstəgə bu eləyir nə qədər? 6. Bu mötərizədə olduğu üçün bütövlükdə hesablanır. Mötərizədə olmasaydı başqa cür idi. 6. Absolut qiymət, yəni 1-dən bu çıxanda eləyir 1-dən 3, düzdürmü? 6-nın 3-ə bölünməsindən əvvəl 3-ə bölürük. Bunlar mötərizədə olmadığı üçün. Əvvəlcə 3-ə bölürük. Bu eləyir 2. 2-ni də vuranda 3-ə eləyir 6.0. Buradan da tam hissə 6 qaytarır bizə. Yəqin ki, aydın oldu. Zadno 8-i də izah eləyək. Yəni, belə paralel gedək. Hesablama qaydasını öyrədirəm əvvəlcə.
Ədəd böyükdürmü 99-dan? Bəli. 99-dan böyükdürsə, deməli, birinci rəqəmi biz götürməyəcəyik bu zaman. Yəni 34 böyükdür, amma burada əvvəlcə 345 olur. 345-dən misal üçün də belə deyək. Daha doğrusu gəlin axıra qədər həll eləyək. Ədəd böyükdür, bəli. Burada tam hissəni götürür əvvəl. Tam hissəni götürürsə, deməli son rəqəmi də götürmür. Son rəqəmi götürmürsə, deməli qalır bunlar. Burada 8-i üstünə gəlir. Böyükdürmü, bəli. Sonra 8-i silir 7-ni. Sonra böyükdürmü, bəli. 7-ni silir, üstə gəlim 6. Sonra böyükdürmü, bəli. 6-nı silir, üstə gəl 5. Sonra 345 böyükdürmü, bəli. 345-dən 5-i silir. Burada üstə gəlirik 4. Qalır 34. 34 böyükdürmü? Yox. Deməli, birinci rəqəmdən sonuncu rəqəmi olmadan digərlərinin cəmini hesablayır bu. O da bizdə 10, bu da deməli 12, bu da 30. Cavab Y bəndi. Deməli, biz necə yazırıq bəs bunu? Ədədin ilk və son rəqəminin cəmini. Misal üçün, klaviaturana daxil etdiyimiz ədədin ilk və son rəqəmin olmadan digərlərinin cəmini elə bir printdə yazmaq olar. Print yaza bilərik ki, sum cəmini tapmaq, map int input map biz bilirik mənimsətmə operatorudur. Əgər maplə məlumatınız yoxdursa, bundan əvvəlki və digər dərslərə baxmaqla məlumat ala bilərsiniz. Burada kəsiyi götürəcəm 1-dən -1-ə qədər. -1-ə qədər. Həmən o ədədi daxilləyik bura. 3, 4, 5, 6, 7, 8, 9. Bəli, tamamilə doğrudur. Baxın, bizim həllimiz belədir buna. Yəqin ki, aydındır. Keçərək 5-ci misala. 5-ci misalı burada yazım. Qıraqda sizin üçün. Deməli, x bizdə həqiqi ədəddir. Import. Matematika riyazi modulu qoşur. Burada baxın ayrı-ayrıdır elementlər. Deməli, pi-ni lap axırda üstünə gəlirik. Bu doğrudur. Yəni bu kəsir hissəsinə bunun aidiyyəti yoxdur. Fikir verirsiniz, bunlar ayrı-ayrıdır. Yəni amma matematika kök altında ifadəsi isə baxın kök altında x üstə gəl 1 var. Bu olmayan variantları birbaşa çıxırıq. Bunlar heç biri doğru gəlmir. Çünki x üstə gəl 1 bütövlükdə kök altındadır. Bölünsün absolut qiymət. Absolut qiymət nə qədərdir bizdə? X-in kvadratı. Yəni bunu əvvəl buna bölür, sonra da vurur 4-ə. Anlayırsınızmı? Vurur 4-ə. Üstə gəlir pi-ni. Bunu da 4-ə vururuqsa, deməli burada vura bilərik. Ona görə buradan silib, yəni surətə vururuq. Anlayırsınızmı? Çünki əməllər ardıcıl gedir. Bunu buna bölür, sonra da 4-ə vururuq. O zaman cavab A variantı. Modulda bizdə belədir absolut qiymət. Yəqin ki, aydın oldu. Sonra bu yazılış çox yəni adi sinif kitablarında da var. EBOB Evklid alqoritmindən istifadə edilərək EBOB və EKOB-u tapmaqdır. Bunları tapmaq üçün A fərqlidirmi B-dən? Bəli, burada olduğu kimi saxlayırıq. Mən həmişə belə hesablayıram. Sizə də məsələ görən belə hesablayasınız. A fərqlidirmi B-dən? Bunlar bizi maraqlandırmır. Artıq 24-dən 6 çıxanda eləyir 8. Bunların EBOB-unu tapırıq da. EBOB da bizdə eləyir 8. Bizdə burada soruşulur. Baxın, soruşulur ki, R bərabərdir. EBOB-u, EKOB-u böl. EKOB-u tapmaq üçün EBOB, yəni 2 ədədin hasilini EBOB-a bölürük. Bununla bu gedir. Bizə qalır 2. 2-ni də 24-dən vuranda eləyir 48. Sonra da bizdən nə soruşulur? Hədə EKOB-u tapmaq üçün o da 48 eləyir. Qutarı getdi. Bizdən onu soruşulurdu. Tam isə, yəni burada kəsir qaytarır bizə. Əslində böləndə 48.0 qaytarır. Onu da tam hissəsi 48 eləyir. Ona görə aşağıda int yazıblar. EBOB və EKOB-u tapmaq istəyirsinizsə, mənim n ədədi üçün EBOB və EKOB olan o hissəni nəzərə ala bilərsiniz öz-özkən. Ta Evklid alqoritmindən istifadə etməyə ehtiyac qalmır. Hər ehtimala qarşı yazım, EBOB və EKOB-u tapmaq üçün 2 ədədin EBOB-unu və EKOB-unu tapmaq üçün map int input nöqtə split ədədləri arasında boşluq qoymağını daxilləyirik. Import matematika riyazi modulu qoşuruq, çünki o riyazi moduluna işləyir onlar. Print matematika
Toçka gıcıdır. Greatest common divisor bu above-dur. Bizdən echo-bu soruşurlar. Least common multiply LCM belə yaza bilərsiniz və A virgül B. Bizim nə qədər idi? 16, 48-i verirəm. 16 və 40, daha doğrusu 24. Buyurun 48. Bizim yazılışımız o misala belədir. Mən sizə həm uzun, həm həlli qaydasını öyrədirəm, həm də ki, bunları necə qısa yazmaq olar. Keçirik növbəti. 6-cı. Deməli, burada R bizim dəyişənin adıdır. Y də 3-dür. Deməli, sep də bizdə biz bilirik ki, hər vergüldən sonra işə yarayır. Düzdürmü? Düz özünə qədər. R bizdə nədir? 2, 23. Sep bu zaman işləyəcək. Y 3-dür bizdə və təzdən 23. R üstə gəl, bu da eləyir. Bizdə nə qədər? 5. Yəni 2 üstə gəl 3 deyilir 5. Bunları da belə hesablayırıq. Deməli, 2, 2, 3, 3, 2. Hansı variantdır? 2, 2, 3, 3, 23. Yəni, burada 3 yazmışam. 5 cavab A variantı. Bu da belə. Onun qısa yazılmağının heç bir mənası yoxdur. Elə olduğu kimi qalsa yaxşıdır. Elə misallar var ki, qısa yazmaq olar. Elələri var ki, ehtiyac yoxdur. Sonra. Step 1. Bu adi dəyişən adıdır. 1 kiçikdirmi? Bəli. Hesablarıq. 1-in üstünə 3 yəni də eləyir 4. Və bizdən nə soruşulur? Neçə dənə şey çıxacaq? Sabaşki simvolu nə qədər çıxacaq? İşarəsi. Yəni, burada artıq bir qiymətində bu çıxır. 4 böyükdürmü? Yox. Olmadığı üçün gəlirik elifə. 4-ün 2 bölməsinə alınan qalıq fərqlidirmi? Sıfırla yox. Cütdür. Ona görə bu print isə onların heç birinə asılı deyil. Ona görə bu mütləq çap olunur. Qayıdıram dövrəyə. Deməli, 4 kiçikdirmi? Bəli, bu olur 7 və bir dənə də sabaçka çap olunur. 7 böyükdürmü? Bəli, 3 dənə bundan çap olunur. 7-nin 2 bölməsindən bəli, bir dənə də və bu da çap olunur. Aydındır. Sonra 7 kiçikdirmi? Bəli, bu olur 10 və bir dənə də çap eləyir sabaçkanın, çünki o avtomatik olur. 10 böyükdürmü? Bəli, 3 dənə çap eləyir. Sonra 12 bölməsindən elif şərti ödənmədir. Onsuz da daha doğrusu mən səhv elədimi? Bir dəqiqə. Yorğunçuluqdan deyil. Bir dəqiqə. Sorry. If şərti ödənsə elifə gəlmirik. Yəni bunu nəzərə alın. Deməli, 1 kiçikdirmi? Bəli, bu olur 4. Bir dənə çap eləyirik. 4 böyükdürmü? Yox. Yox olduğu üçün gəlirəm elifə. 4-ün 2-yə yox. Ona görə 2 dənə buradan çap eləyirik. Bəlkə də düz eləmişdim, yadımdan çıxdı. Sonra 4 kiçikdirmi? Bəli, eləyir 7. Bir dənə sabaşqa çap eləyir. 7 böyükdürmü 5-dən? Bəli. 7 böyük olduğu üçün 3 dənə çap eləyirik və bir də 2 dənəsini lap sondakini çap eləyirik. Artıq elifə gəlmirik. Deməli, 7 kiçikdirmi 8-dən? Bəli, bu olur 10. Bir dənə də çap eləyirik sabaçqanı. 10 böyükdürmü 5-dən? Bəli. Və 3 dənə çap eləyir. Artıq elifə gəlmədi və 2 dənə lap sondakini daha çap eləyirəm. Bizdən bu sabaçqaların sayını soruşurlar. Bu bizdə 6, bu da 6, 12, bu da eləyir 15 cavab, 15 və salam. 7-ci sual. Python dilində yazmış x, y dəyişənin hər birinə 14 qiyməti verilsə, z-də 10. Bu bərabərliyin bəli, əndə hər iki tərəf doğru olmalıdır. Bu isə doğru deyil, 100-dən böyük deyil. Ona görə if şərtini yerinə yetirməyək, z-ə gəlirik. Z nə qədərdir? X üstə gəl, y bizə eləyir 28. 28 də 3-ə vuranda 20-ni 3-ə 60, 84 cavab Y bəndi. Və salam. Elə misallar var ki, bunların məna görmürəm. Qısa yazmaq falan. Qısa yazılan misallar var da, onları yazacağıq. Sonra bizdən nə soruşurlar? Bu Fibonacci sırasına oxşuyur. Elə bir-birdən söhbəti anlayıram. Həm də ki, burada R A üstə gəl B olur, sonra A B olur, B R olur. Bu yazılış digər kitablarda da var. N bərabər 5, S bərabər 0. For range 5-dən 25-ə qədər. Nə istəyir bu? Eyni zamanda 3-ə bölünəndə qalıqda 1 olan, 5-ə bölünəndə qalıqda 2 olan hansıdır? Onları soruşur. 1-dirmi? Yəni 5-in 3-ə bölünməsinə qalıq bu deyil.
6 sıfırdır. 7 qalıq 1'dir. 7 də burada baş verir. Düzdür? 7'nin üstə gəlirik. 8 olur. Yox. 9 da olmur. 1 də hansı olur sizcə? Misal üçün bu 7 olur. Sonra 9 olmur. 10 olmur. 11. 11 olmur. 12. Burada qalıq olur. 13 olanda qalıq 1. Burada da qalıq 3 olur. Yox. 14. 14 olanda burada 2 qalıq. 15 olanda burada qalıq 0 olur. 16 olanda burada qalıq 1. 16'nın buna da 1 qalır. 17. 17'de yox olmur. 18 olmur. Və demək burada birinci biz 7'ni tapdıq. Deməli, növbəti elementlərin heç birində, misal üçün 3'ə böləndə qalıqda 1, 5'ə böləndə qalıqda 2, növbəti versiyaların heç birində olmur. Bu 5-25 aralığında. Baxın, 5-25 aralığında. 25'ə qədər də 24 özü daxil olmalı. Məsəl üçün, belə deyək də, tutaq ki 9. 9 bura 0'dır. Burada misal üçün 10 olanda orada qalıq 1 olur, burada olmur. Yəni belə yoxlamaq olar. Və yaxud 12 olanda da bu 0 olur, bu tərəf doğru olanda da. Yəni 3'ə qalıqda 1 olanda hansı ədəddir? Onu nəzərə alırıq. 3'ə bölünməyən qalıqda 1 olanları tapa bilərik. Məsəl üçün əvvəl, sonra da onlardan 5'ə də qalıqda 2 olanlar. Bu aralıqda yalnız 3'ə qalıqda 1 olanlar hansılardır? Onlara nəzərə alaq. Ən yaxşı variantda 7 eləyir. Sonra 10 eləyir. Sonra 13 eləyir. 16 eləyir. Sonra 19 eləyir. 19 eləyir. 22 eləyir. Bir də 25'in özü də o da bizə lazım deyil. Bu aralıqda indi 7'yə bölünəndə də qalıqda 2 olanlar 10 deyil. Bu qalıqda 3 olur, bu qalıqda 1 olur, bu qalıqda 4 olur. Qalır bir dənə bu 2 variant. O da eləyir 29. Tapmaq olar belə. Sonra 14-cü sual. Proqram icra edilərkən klaviaturadan 7 daxil edilərsə, hansı qiymət ekranda əks olunmaz? 7 olarsa 2-dən düz 8'ə qədər. Fibonacci sırasını nəzərə alaq. Bayaqlar izah elədim. Fibonacci sırası 1-1-dən başlayırsa, buradan da 2-2-dəndir. 1, 1, sonra 2, sonra 3, sonra 5, sonra 8, sonra 13. Düzdürmü? Baxın, bu sırada bu 1, bu 2 dənə element var deyənə, artıq 2'dir. 3, 4, 5, 6, 7, 21 çap olunmaz. Əks olunmaz deyir. Hansı qiymət ekranda əks olunmaz? 7, bir dəqiqə. 7'ni vuran 8'ə qədər hesablaya da bilərik. Hə, əslində buradan da 0, 1 biləndə 34 çap olunmayacaq. 21 yox. Yenə də hesablama qaydasını əslində sizə öyrədim. Belə olmaz. Hesablama qaydasını öyrədim. Necə hesablamaq lazımdırsa. Lap başdan. Deməli, bura 7 qoysaq eləyir 8. Z-setin qiyməti elə bir Z-set yox. Bir dənə Z yazıram. Qutarı 7-də. Z-in qiymətləri 2, 3, 4, 5, 6, 7. Düzdürmü? Bu elementlər. Bizdə 2 qiymətində eri çap elədir bizə. Eğer bizdə bunların cəmi olaraq bu 2, bu 1, bu da 2. Sonra 2 qiymətində bu oldu. 3 qiymətində bu olacaq 3. Yəni Fibonacci sırası da. Bu olacaq 3, bu olacaq 2, bu olacaq 3. Sonra bu olacaq 5, bu olacaq 3, bu olacaq 5. Bu olacaq 8, bu olacaq 5, bu da olacaq 8. Neçə qiymət oldu? 2 qiymətində, bu 3 qiymətində, bu 4 qiymətində. Yəni 2, 3, 4, sonra 5 qiymətində bu, 6 qiymətində bu olacaq bizdə 13. 13, bunları da hesab edirik. 13, bu eləyir 8, bu da eləyir 13. 7 qiymətində də bu eləyir 21, bu da olur 13, bu da eləyir 21. Yəni 34 qiyməti heç vaxt çap olunmaz. Çünki bizə ilk 7 elementi istəyirlər. Bu da belə. Fibonacci sırasına aid misalım var mı?
Fibonacci sırasının ilk 7-ci həddini tapan proqram. Əslində yaza bilərəm. Bunun daha qısa versiyası belə dəyişənlərdən istifadə etməkdənsə A virgül B mənim elə iki dəyişənim var ki, onlardan birincisi 1'dir, o birisi də 1'dir. For dövrünə for x in range yazıram burada. Deməli int input, düzdürmü? Ədəd daxil edəcəm burada, 7 daxil edəcəm. Sonra A virgül B bərabərdir. A olur B bizdə, B də olur A plus B, düzdürmü? Lap sonunda da print hələ ki A-nı çapa verək. 7-ci həddi, düzdürmü? 7 verəndə, 21, bəli. Baxın, 34 çap eləməyəcək. Bu belə. Növbəti 12-ci sual. Bizdən nə soruşulur? Deməli, import matematika riyazi model qoşu square root. Burada niyə bunu eləyiblər? Mən sizə deyim. 20-dən kök alıblar. Niyə? Çünki ədədin yarısına qədər bölənləri varsa, var, yoxdursa, deməli yoxdur da. Sadə ədəddir. Burada da ədədin bölənlərin cəmi tapır. Bu məlumdur. Anlayırsınızmı? Sonra deməli bizdə nə qədərdir bu? 20-dən kök nə qədər olur? 4 ilə 5-in arasında 4 tam nə qədərsə eləyir? O da eləyir 4. Düzdürmü? Bunun da tam hissəsi 4 olur. Burada da qoyanda eləyir 5. Yəni inin qiymətləri 1-dən 5-ə qədər. 1, 2, 3, 4. Düzdürmü? 20-nin 1-ə bölünməsindən bəli, S-in üstünə i gəlir, yəni 1 də gəlir. Buradan tam neçə dəfə yerləşir? 20 dəfə, 20-nin özündə gəlir. Yəni bölənlərin cəmi tapır da, belə deyim. 1 üstə gəl, 2 üstə gəl. 20-nin bölənləri nədir? 1, 2, 4, 5, 10 və 20-nin özü. Düzdürmü? Bunların cəmi nə qədərlir? 30. Bu da 42. Düzdürmü? 42 eləyirsə, sonra T vur T bizə tam 16 bərabərdir 20-yə, yox. Olsaydı, yəni bu niyə eləyiblər bunu, onu da nəzərə alın. Birdən burada 6 olsaydı, 6 onun böləni deyil axı. Ona görə. Ona onu çıxıb çapa verirdi və bizə birbaşa 42-ni çap edir. Çünki onun bölənlərin cəmi o qədərlir. Və bölənlərin cəmini necə tapaq biz? Bu boyda həngaməni yazmaqdansa, bunu ancaq mənim kanalımda görə bilərsiniz belə həllər. Int input, baxın, mən necə eləyirəmsə. Print, bizdə necədir? 1 və n-in özü var. Anladınız mı? Üstə gəlinsin, sum, x-ləri qaytarsın mənə, x-ləri qaytarsın. For x in range yazıram burada 2-dən n-ə qədər. Artıq n-i üstə gəlmişəm. Anlayırsınız mı? If əgər n-in x-ə bölünməsi alınan qalı 0-dırsa. Və salam, tapmış olduq bunu. Buraya da daxil eləyək ki, məsəl üçün 20, 42. Belə. Tapa bilərsiniz bu formada. Sonra, bizdən burada nə soruşulur? Proqram icrasından sonra ekranda hansı simvol əks olunmaz? Yoxlayaq. L bərabər 1, bəli. Bu, əks olunacaq print. Bunlar bir-birinə asılı olmayan iflərdir. 1-in 2-yə bəli, DS-dir. 1-in içində bəli, bu da çapa verəcək. Böyükdürmü? Bəli. Baxın, L bərabərdir işarəsi gəlməyəcək. Çünki bu if ödəndi, elifə gəlmədim. Çünki 1 böyükdürmü? Mənfi 1-dən bəli. Elifə gəlməyəcəm. Belə. Sonra, burada S0, 3-dən 6-ya qədər 3, 4, 5 bu qiymətləri yoxlayacaq. Bunlar bir-birinə asılı olmayan iflərdir. 3-ün 2-yə bölməsindən alınan qalıq fərqlidirmi? 1-dən yox. Niyə? Qalıq 1-dir. 3-ün 4-ə bərabər 1-ə yox. 3-ün 5-ə yox. Gəlirəm else-yə. Bunu nə qədərlir? 0 üstə gəlinsin, x üstə gəlinsin, x demədə 3-dür də. Demək, burada olur 5. Sonra təzdən burada yenə gəlir. Yəni, bu onlardan asılı deyil. 5 üstə gəlinsin, 3 üstə gəlinsin, 1 eləyir. Nə qədər? 9. Bu x-in 3 qiymətinin 4 qiymətində
4-ün 2-yə bölünməsindən alınan qalıq fərqidirmi? Bəli. Deməli 9 üstəgəlsin 4 üstəgəl 6 eləyir 15. Sonra 4-ün 4-ə bölünməsindən alınan qalıq 1-dirmi? Yox. 4-ün 5-ə yox. Gəlir else-yə. Gəlirik bura. Deməli 15, burada 9 qalmadı. 15 üstəgəlinsin 6 21 eləyir. 21 üstəgəlinsin 5 də eləyir 26. Düzdürmü? 5 qiymətində də 5-in 2-yə fərqidirmi? 1-dən yox. 5-in 4-ə bəli. 26-nın üstünə gəlirik 5 31, bu da eləyir 34. Sonra 5-in 5-ə bölünməsindən yox, yarım else qonulan 34 üstə gəlinsin 7 41, 41-in üstünə 6 da gəlir 47. Cavab C bəndi. Belə. Sonra 17. Bizdən soruşulur burada Python dilində yazmış 49 daxil edilərsə, mənə yalnız bu ikisinə baxmaq kifayət edir ki, bu ədədi 7-lik sayısını çevirir. 49-u 7-lik sayısını çevirmək üçün 7-nin kvadratı eləyirəm, o da eləyir 1 və 2-dən 0 7-likdə. Cavab A bəndi. Aydındır. Bunun qısa versiyasını yazmağa olar, amma vaxt cəhətdən vaxt yoxdur. Əks halda yazardım. Sonra 17-ci sual. En dəyişən daxil olmuş hansı ən kiçik qiymətini proqram 6 ədədini çıxışa verər. Çıxışa verməsi üçün 6 nə vaxt olar? S-i çap edir də. Deməli 4 dəfə bu çap edir də. 3 dəfə üst-üstə gəlməlidir. Deməli 3 dəfə üst-üstə gəlibsə, burada n bizdə nə qədər olmalıdır? 3 dəfə öz-özünə vuranda kiçik olmalıdır 50-dən, düzdürmü? Dövr 3 dəfə icra olunur. X vurulsun, 2 vurulsun, 2 vurulsun, 2, belə deyək də. Düzdürmü? 3 dəfə olanda tutaq ki, bu n kiçikdirmi? Bəli, n vurulsun, 2 olur, bu da 2 olur. Sonra burada kiçikdirmi? Bəli, tutaq ki, bunu təzədən 2-yə vururuq, bu da eləyir 4. Kiçikdirmi? Bəli, bu eləyir 8. Bu da eləyir 6. Kiçikdirmi? Yox olmalıdır artıq. Ona görə 8. Burada da x vurulsun 8 kiçikdir olmalıdır 50-dən. Misal bitməlidir. Ən kiçik qiymət burada 6 olmayacaq, 48 olur. Kiçik olanda ən kiçik qiymət 7 olur. 7-ni vuranda 56 eləyir. Yəni əvvəlcə 7-ni qoyaq. Misal üçün yoxlaya bilərik ki, buradan 7-ni 2-yə vuranda nə qədər eləyir? Tutaq ki, bunları sileyim. 6 olmayacaq, misal üçün. Zaten məlumdur da oradan. 7 olan kiçikdirmi? Bəli. 14 eləyir, bu da eləyir 2. 14 kiçikdirmi? Bəli, bu eləyir 28, bu eləyir 4. Yəni 14-ü 2-yə vururuq da. 28 kiçikdirmi? Bəli, bu eləyir 56, bu da eləyir bizdə 6. 56 kiçikdirmi? Yox. Ən kiçik qiymət 7-dir. Belə. Sonra 21-ci sual. Klaviaturun daxil edəcək en sayda natural ədədin hasilini tapan. Hasil tapmaq üçün burada i bizdə bununla sverka eləyirsə, deməli i-nin üstünə 1 gəlirəm. Burada i bərabər i üstə gəlsin 1. Sonra burada da s bərabər s vurulsun i eləyir. Tutaq ki, burada 1-dən n-ə qədər daxil edəcək en sayda natural ədədin. Klaviaturanın daxil edəcək en sayda natural ədədin hasilini deyir. Sorry. Mən elə bildim 1-dən n-ə qədər. En sayda deyirsə, burada s hasildir bizdə. i-ni sverka eləyirsə buradan, n bizdə tutaq ki, n dənədirsə, tutaq ki, 2-dirsə, burada s bərabərdir, s vurulsun int input və i bərabər i üstə gəl 1. Tam ədəd olmalıdır ki, burada cavab A olsun. Belə. Bu yazılışların heç biri doğru olmayacaq. Yəni, bu input, belə. Bu i-nin üstünə gəlir, bu şey, heç dəxilisi yoxdur. Sonra buradan nə soruşulur? Proqram icra edilərkən öncə 102, daha sonra 9 ədəd daxil edilərsə, proqram nəticəsini müəyyən edin. Yoxlayaq. A böyükdürmü B-dən? Bəli. Həmişə B-ni çıxır. Yaxşı, neçə dəfə? Tutaq ki, 10 dəfə icra olunsa, bizə nə qədər eləyəcək? 10 dəfə 9 eləyir 90. 102-dən 90 bunu çıxanda eləyir nə qədər qalacaq bizdə? 12, bu da eləyəcək 9. Böyükdürmü? Bəli. Bundan da bunu çıxanda eləyir 12-dən də 9 çıxanda eləyir 3. 3 böyükdür, bərabərmi 9-dan? Yox, cavab 3. Belə hesablaya bilərsiniz. Aydındır.
Sonra 19 bizə nə soruşulur? Dövrün gövdəsinin neçə dəfə icra olunduğu müəyyən edin. Aha, dövrün gövdəsi. Dövrün gövdəsi bax buradır. Düzdürmü? Sıfırdan, baxın. 0, düzdürmü? 2 neçə dəfə gələndə 50 dəfə, düzdürmü? 50 dəfə icra olunur, yenə də kiçik olur. Olur 51 dəfə, eləyir 102. 102 kiçikdir, bərabərliyi yox. Cavab A bəndi. Zaten məlumdur, hər dəfə 2 gəliriksə. Burada nə soruşulur? 200'dür. 200 böyükdürmü? 0-dan. Bəli. Burada C üstə gəlinsin. İ'nin kubları. Deməli, burada nə iş görür? Birdən 200 parçasına 200 özü daxildir. 1 özü daxildir. 0 böyükdür, 0-dan yox. 1-200 parçasından otur ədədlərin kubları cəmini. Kubları cəmini tapar. Cavab Y bəndi. Zaten orada məlumdur. Sonra burada nə iş görür? Bu kimi misalları həll etmək üçün, misal üçün 20-ni. Bura, baxın, bu hissəyə fikir vermək kifayət edir. 3 dəfə dövr eləmək, yəni siz başa düşməlisiniz ki, bu nə iş görür? X də olduğu kimi qalsın. İ'nin qiymətləri olacaq 1, 2, 3, 4-ə qədər olur da burada. P bərabərdir. S üstə gəlsin, bu X eləyir. Bu da olur. P'ni də, yəni X'i də X'ə vuranda eləyir X kvadrat. Olduğu kimi qalsın. Bu İ'nin 1 qiymətində idi, düzdürmü? İ'nin 2 qiymətində X idi. X'in üstünə X kvadratı gəlirəm. Bu da eləyir X kubu. Deməli, bu nə iş görür? X üstəgə X kvadratı üstəgə X kubudur. Cavab C variantı. X üstü N'də daxil olmaqla. Zaten məlumdur bu. Olduğu kimi saxlayırsa digərlərində. 23 nə iş görür bizdə? Ədəd verilir, fərqlidirmi? Bəli. T vurulsun 10. 0. Üstə gəlsin, buna bölünməsinə alınan qalıq. Bunu başa düşməlisiniz ki, belə bir yazılış həmişə ədədi tərsinə çevirir. Anlayırsınız? Baxın, qalıq 4-dür. T olur 4. Bu da olur 400. Fərqlidirmi? Bəli. T bizə nə qədər? 4. 4 vur 40. Üstə gəlsin, qalıq 41. Yəni, ədədi tərsinə çevirir. Ədədi tərsinə çevirmək üçün siz, yəni, buradakı kimi yox, ədədi tərsinə çevirmək üçün klaviaturadan daxil etdiyin kimi arxadan qabağa oxuyursan, qutarı getdi. Amma bir şərt var ki, orada birdən axırı sıfırla qutarırsa neyinəcəyik söhbətinə də, onu da int eləyəcəyik. Anladınızmı? Həmən ədədi daxiliyi bu nə idi? 32214. 32214. Bəli, buyurun. Qaydırıq belə. 24. 24-də bizdən nə soruşulur? Python dilində ya proqram verilib. Daxil olunarsa ekranda nə əks olunacaq? Yoxlayaq, 10 veririk. Buradan nə qədərlir? 5. Düzdürmü? 1 kiçikdirmi 5-dən? Bəli. Kiçik bərabər, bəli. N'in 1-ə bölünməsindən bəli, 0-dırsa sayını 1 bayda artırır. Deməli, bu nə görür? 2-ə bölünməsindən bəli 1-də artırır. 3-ə yox, 4-ə yox, 5-ə yox. S də 1-dir, özünü də. Yəni, özü və bölünlərin sayını tapır da bu. Onun bölünləri nə qədərdir? 1, 2, 5, 1 də 10. Ona görə bu 3-ü, bunlar, özü də 4. Cavab 4 dənə. Bölünlərin sayını tapır. Bölünlərin bayaqları cəmini tapdıq, onun sayını özünüz yazın indi. 25. S daşın klaviaturadan daxil edə biləcək hansı qiymətində proqram çıxışa 105 ədədini verər? 105 ədədini verməsi üçün, baxın, mən bilmirəm də bura nə daxil olunur. X nə qədərdir? Bizdə 1, düzdürmü? S üstə gəlinsin, bu nə qədərlir? 2 vurulsun, 1, 2. Bu da olur 5. 5 kiçikdirmi? Bəli. 2 üstə gəlsin, 2 vur 5 eləyir 10, düzdür? Bu da olur bizdə 9. 9 kiçikdirmi? Bəli. Yəni, belə hesablayırsınız da. Bizdə eləyir, bunu da üstə gəlirik, 2 vurulsun, 9 da eləyir 18. Bu eləyir bizdə 4 də 13. 13 kiçikdirmi? Üstə gəlirik 26-nı. Bu eləyir 17. Kiçikdirmi? Bəli. Üstə gəlib 34-ü. Kiçikdirmi? Bəli.
17 kiçikdirmi 34, bu da artıq eləyir 21. Kiçikdirmi yox, misal bitir. Yəni bizdən nə soruşulur? Bununla bunun cəmi nə qədərlir? 60, 80, 90, düzdürmü? Deməli 90 90-dırsa, 90, bura 90 eləyirsə, deməli bunun da üstünə nə gələndə 105 eləyəcək S-in üstünə. 90-ın üstünə də bundan çıxanda 15 eləyir də. 15 verəndə cavab olacaq belə. Zaten məlumdur da. Bunları tapırsınız. Sonra da 105-dən bu aldığınız dəyəri çıxırsınız, qutarı getdi. 80, daha doğrusu bu nə qədərlir? 60, 85 eləyir. 85 olanda bu 6 idi. Yadımdan çıxdı. 16 idi, 6 idisə. Axır bir dəqiqə tam hesablayaq da. Halimi qarışdırdım bir-birinə oradan. Deməli, 105 olması üçün biz belə eləyək. Bunu bilmirəm, tutaq ki, nə qədər hesabladığını. İkisinin qiymətlərini qoyuram da. 2, bu olur bizdə 5. Üstəgə, 6 idi burada. Daha doğrusu 6 yox, 10 idi. 5 olur. Kiçikdirmi, bəli. Üstə gəlirik, 2 vurulsun, 5 eləyir 10. Bu eləyir bizdə 9. 9 kiçikdirmi, bəli. Üstə gəlirik 18, bu eləyir 13. Kiçikdirmi, bəli. Üstə gəlirəm 26, bu eləyir 17. Kiçikdirmi, bəli. Bu eləyir 34, bu eləyir 21. 21 kiçikdirmi, yox. Misal bitir. Bu eləyir bizdə nə qədər? 60, 80, 90. Hə, düzdür də, 15-dir. Doğru tapmışıq. Burada nə istəyirlər? Baxın. Bizə deyir ki, 26-da tərtib edilmiş proqramda bu verilərsə neçə dəfə yes çıxacaq? Yoxlayaq. N tutaq ki, bir ədəd verirəm. L fərqlidirmi? Birdən, bəli. And böyükdürmü? Bəli. Burada qalıq nə qədər olur? 3. Burada da 3-süz. 3-ün 2 bölməsi alınan qalıq 0-dırmı? Yox. Təzən qaydıram. L fərqlidirmi? Bəli. Burada olur 2. 2 varsa burada, deməli, burada qalır 2. 2 də buradan silinir. 2-nin 2 bölməsi alınan qalıq 0-dırmı? Bəli. L də olur 1. 1 fərqlidir birdən? Yox. Gəlin bu ifə. L bərabər 1-ə, bəli, yes. Deməli, bu nə iş görür? Ədədin rəqəmləri içərisində heç olmasa bir dənə cüt rəqəm varsa, həmən onların sayını tapır. Bunlar getdi. Bunun içində də yoxdur. Burada var, burada var. Deməli, neçə dəfə çıxacaq? 1, 2, 3. 3 dəfə. Bu, belə deyək, proqram icra ediləcək. Amma mən belə yoxlamaram. Ədədin rəqəmləri içərisində cüt rəqəm olub olmadığını yoxlamaq üçün. Yəni, heç olmasa bir dənə rəqəm varsa, qutardı getdi. Qalıqlı bölmə eləmələm. Qısa versiyanı inşallah gələn dərslərdə yəqin ki, qabağımıza çıxacaq bu digər sınaqlarda. Onları da həll edəcəm sizin üçün. Deməli, əvvəlcə 2-nin kubu. Bu eləyir 8. 2 üstü 8 də eləyir 256. Deməli, bu C variantına düşür. 1C variantına. 2-nin kvadratı bizdə 4. 4-ün kvadratı da 60'dır. Bu A variantı. 2 vur 3 eləyir 6. 6'nın kubu da 216. Cavab Y variantı. Belə tapırsınız. Deməli, bu nə şöyle 28'in kodunu yazım sizlər üçün öz performansımda. Bunlar rahatdır. Baxın, bizim soruşulur ki x virgül a virgül b bərabərdir map int. Yox, sorry, orada həqiqətdə deyil. Float input nöqtə split ədədləri daxil edirik. Sonra print bizə true və yaxud false qaytarmalıdır. Başqa şərtlər falan qoymaq istəmirəm. Əgər a kiçik bərabərdir x kiçik bərabərdir z-dirsə, daha doğrusu b-dirsə belə. Ən yaxşı variantlardan biri. True və yaxud false qaytaracaq. Daxil olmadı. Daxildirsə true, əks halda false. Belə. 2 sətirlik belə bir həlli var. Sonra bizə verilib hansısa ədədin faktoriyalı olub olmadığını yoxlamaq lazımdır. Bunu tapmaq üçün n bərabərdir hər hansı bir ədəd. Int input. Düzdürmü? For x in range yazıram burada. Birdən
n-ə qədər. Lap n plus 1 olsun, birdən 2 faktorialda istəyər. Bunu tapmaq üçün əslində hazır moduldan da istifadə etmək olar, və yaxud faktorial bərabər 1 yazaram. Faktorial bərabərdir, daha doğrusu vur bərabərdir x. Yoxlayıram burada. If əgər faktorial bərabərdirsə n-ə, onda print qaytarsın mənə yes və burada misal dayandıram, break. Və yaxud if yoxlayıram, bu ikincini də yoxlamaq məsləhətdir. Faktorial birdən böyük olar n-dən. Print qaytarsın mənə false, daha doğrusu. Yəni xeyir, bunu yazım, xeyir. Xeyir. Əlim öyrəşib bir şeyə false true yazmaq və yenə də break. Belə yazmaq olar. Bu yəni optimal variant deyil, onu da deyim sizə. 34, bu hər ehtimala qarşı bu işləyir, tamamilə doğru da işləyir. 120. Anlayırsınız? Bunu silib şeylə də yazmaq olar, bir dəqiqə. Funksiya şəklində yazmaq olar, funksiya. Sokol yazın funksiyamın adını da həmişəki kimi. Buraya yazım n. For, daha doğrusu burada da faktorial bərabərdir 1, for x in range yazıram burada, 1-dən n plus 1-ə qədər. Faktorial vur bərabərdir x, burada yoxlayıram if əgər faktorial bərabərdirsə n-ə, onda return qaytarsın mənə true, yəni daha doğrusu elə bəli qaytarsın, belə yazın. Və növbəti if-i də yoxlayın, birdən if daha doğrusu bununla qarşılaşmasa heç vaxt return mənə qaytarsın xeyir, belə yazmaq olar. Və print sokol deyirəm ki, götür bu ədədir, qalx yuxarı və bunu yoxla. Bunun qəşəngdir. Yazıram 34, xeyir, yazıram 120. Bəli, belə yazmaq olar. Növbəti hansıdır? 30-cu sual. Klaviatürün daxil edəcək natural ədədin. Bu əladır. Adi bir şeydir mənim üçün. Klaviatürün daxil edəcək natural ədədin bütün rəqəmlərin tək olub olmadığını yoxlamaq üçün heç bir kitabda, heç bir kanalda görə bilməyəcəyiniz bir həll. N bərabərdir input ədədinizi daxil edirsiniz. If yoxlayıram. Əgər içində 0 varsa, n-in içində varsa, onda print qaytarsın mənə false. Yəni, daha doğrusu, doğru deyil də false. Ən yaxşısı variant belədir. Elif, o da olmasa 2-ni yoxlasın, n. Heç dövr falan da eləmirəm. Print yenə də, bu printi buradan kopyalayayım, ikinci dəfə meymun oynamamaqdan ötəri. False. Bunları hətta, bunların hamısını kopyalayayım. Ən yaxşı variantlardan biri budur. Mən sizə qeyd edeyim. Cüt rəqəmlər varsa, birdən bütün hamısı tək deyilsə, birdən cüt rəqəm varsa, bunu qaytarsın false. Əks halda, else, yəni onların heç vaxt qarşılaşmasa, daha doğrusu, print qaytarsın mənə true. Yəni, bu bütövlükdə tək ədədlərdir. Ən yaxşı variantlardan biri. Mənə görə həm də bu olimpiada suallarında falan da dövr falan qalıqlı bölmə eləmirsiniz, bir şey eləmirsiniz, heç vaxt qarşılaşmasın belə. Ümidvaram mənim həllərim sizin üçün yararlı oldu. İnşallah gələn dərs növbəti sınavın həllini paylaşacağım sizlər üçün. Yəqin ki 8-ci sınaq. Sağ olun. Kanala abunə olmağı, təkliflərinizi, suallarınızı qeyd eləməyi unutmayın. Canlı dərslərə qoşulmaq istəyənlər də müraciət edə bilər. Aprel qrupumuz olacaq inşallah ayın 27-si. Canlı proqram qurma dərslərinə qoşulub yararlana bilərsiniz. Bütün bu və bundan da qəşəng həlli formalarına. Sağlıqla qalın.